Salam dostlar, loqaritma mövzusu ilə bağlı belə bir sualın həllinə baxaq. F(x) bərabərdir loqaritma 2 əsasdan bx plus a funksiyasının qrafikinə əsasən a plus b-ni tapın. Burada bizə qrafik verilib. Deməli, bu funksiyanın qrafiki 3-5 nöqtəsindən keçir. Onda biz yaza bilərik ki, loqaritma 2 əsasdan b vurulsun, x-in yerinə 3 yazdıqda plus a qiymət bərabər olmalıdır 5-ə. 5-ə bərabər olmalıdır. Buradan alırıq ki, loqaritmik tənliyə əsasən 3b plus a bərabər olmalıdır 2 üstü 5. Yəni 32-yə. Burada 32-ni 2 üstü 5 yazıb aldıq. Bir də bizim funksiyamız qrafiki -5 x bərabər -5 düz xəttinə yaxınlaşır, amma -5 ala bilmir. Bilirik ki, loqaritma a əsasdan x funksiyasının təyin oblastı, yəni x-in alacağı qiymətlər x böyük olur 0-dan. Yəni 0 ala bilmir, 0-dan böyük qiymətlər alır. Bizim bu funksiya isə -5 qiymətinə yaxınlaşır, amma -5 ala bilmir. Deməli, bu ifadə x-in -5 qiymətində 0-a çevrilir. Onda yaza bilərik ki, -5 vurulsun b, yəni x-in yerinə -5 yazdıqda plus a bu ifadənin qiyməti 0-a bərabər olmalıdır. Buradan alırıq ki, sistem tənlik və sistem tənliyi həll etsək, yuxarıdakı tənlikdən aşağıdakı tənliyi tərəf-tərəfə çıxsa, alarıq ki, 8b bərabərdir. A-dan A-nı çıxanda 0 edir, bərabərdir. 32-dən 0 çıxanda 32, B bərabərdir 4-ə. B-nin bu qiymətini gətirib bu ikinci tənlikdə yerinə yazsaq, onda alarıq ki, A bərabər olar, -20 edir, sağa keçirdəndə müsbət 20 alarıq. A plus B cəmini soruşurdu, yəni 20 ilə 4-ün cəmini tapmış olacaq. Bu da 24 edəcək.